fəxri vətəndaşı vəsiqəsi təqdim edildi. Statın sonu. Böyük qayıdış proqramı çərçivəsində Xocavənd rayonunun Quzey Xırman və Güney Xırman kəndlərinə, Şuşanın ise Kiçik Qaladərəsi kəndinə qayıdış baş tutub. Bu mərhələdə Quzey Xırman kəndinə 18 ailə 82 nəfər, Güney Xırman kəndinə 21 ailə 103 nəfər, Kiçik Qaladərəsi kəndinə isə 11 ailə olmaqla 39 nəfər öz doğma yurduna çatıb. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastrukturla təmin olunmuş kəndlərdə daimi məskunlaşmaq imkanı əldə ediblər. Beləliklə doğma yurda qədəm qoyan hər bir ailə Qarabağda başlayan yeni həyatın canlı şahidinə və yaradıcısına çevriləcək. Şuşa və Xankəndidə Azərbaycan tarixi ilə bağlı yeni arxeoloji abidələr aşkarlanıb.